Hər vaxtınız xeyir olsun, əziz Təhsil TV izləyiciləri. Bugünkü mövzumuz son vaxtlar hər kəsi narahat edən və uşaqlar arasında sürətlə yayılan virusdur. Qonağımız isə pediatr Aytən İsmailzadədir. Xoş gəlmisiniz Aytən xanım. Xoş gördük. Aytən xanım, əvvəlcə məncə başlayaq ki, ümumiyyətlə bu virus niyə yayılıb və niyə bu fəsildə daha çox yayılıb? Əvvəlki illərdən belə idi və valideynlər niyə indi daha çox narahat olmağa başlayıb? Əslində bəli, bu həmişə belə olub. Yəni bu köhnə bir virusdur, təzə bir şey deyil. Təəssüf edici hissəsi odur ki, insanlar daha çox qorxudulur, daha çox panikaya düşürlər. Panika özü həyəcan, qorxu özü immuniteti zəiflədən bir şeydir və biraz daha xəstəliklə mübarizədə mane olan bir faktordur. Və bugünkü gündə yayılan virus adını influenza deyirlər, amma bu bildiyimiz qripdir. Yəni bildiyimiz qrip. Sadəcə bu ingilis dilindən, flu sözündən, soyuq dəymə birləşdirilmiş influenza daha modern səslənir deyə onu müasir tibbdə bu cür daxil ediblər və qrip oldunuz yox, influenza oldunuz deyəndə insanlar qorxurlar. Çünki onlar həmişə qrip eşidiblər. Yeni bir virus kimi Bəli, düşünürlər. təzə bir virusa yoluxmuşuq. Görəsən necə olacaq, uşağım necə olacaq? Əsasən də burada uşağa görə hər kəs narahat olur. Və uşaq dərsdən qalır, Yəni tətil günlərində olanda yenə valideynlər üçün rahat olur ki, onsuz da tətil günlərdə, amma dərs günlərində olanda artıq həmin xəstə uşaqlar onlayn rejimdə keçsələr, yəni artıq burada yüklənmə gedir bədəndə, yorulur və valideynlər də təbii olaraq narahat olurlar, bir yanında qorxurlar, görəsən bu virusun axırı necə olacaq, sətəlcəm, pnevmoniya ilə mütləq nəticələnəcəkmi, çünki bu da bir ayrı qorxu səbəbidir bugünkü gündə insanlar arasında. Ona görə də mənim sözün açığı mən özüm həmişə sosial şəbəkələrdə, əsasən də Instagram üzərindən aktiv şəkildə mövcud problemlərə görə paylaşımlar edən biriyəm. Amma bu mövzuda nəsə dayandım. Niyə? Çünki bir şey söyləsəm biraz da insanlar narahat olar deyə. Yəni adi bir şeydir də, xəstələnirlər, sağalacaqlar. Yəni həmişəki kimi qış mövsümünə aid. Yəni bunlar mövsümi xəstəlik gedirlər. Yəni niyə qışda bunlar aktivləşir? Ona görə ki, onlar üçün mühit var. Nəmlik var. Və quru havada virus qala bilmir. Ona görə yayalarında biz virus xəstəliklərini az görürük. Görürük, amma az görürük. Ona görə mövsümi xəstəliklə payız, qış aylarında. Və bunlar üçün şəraitdir, yəni ki, kollektiv var, məktəblər, bağçalar, yəni virus ancaq canlılar orqanizmdə yaşaya bilir, yəni canlıya girməlidir, canlı hüceyrənin içərisində olmalıdır və bunun üçün isə kontakt olmalıdır insanlar arasında bir-biri ilə. Ona görə də dərs vaxtı da bu mövsümə düşür, bağça vaxtı da bu mövsümə düşür, yəni kontakt olur, kollektivlər olur, kollektiv mühitlər olduğuna görə yenə də viruslar üçün bir şərait var burada. Sizə ən çox şikayətlər nə ilə bağlı olub valideynlər tərəfindən? Bax, bu yayılan viruslarda uşaqlarda daha çox nələr müşahidə olunur? Yəni, məhz qrip virusundan söhbət gedir. Məsələn, sentyabr girəndən valideyn gəlib deyə bilərdi ki, oktyabr falan aylarında uşaq sentyabr gəlib, dərs başlayıb 3 dəfə qrip olub. Amma əslində o qrip olmurdu. Olurdu rinosinsitial virus, olurdu adenovirus, olurdu başqa paraqrip, qripə bənzər nələrsə, rotavirus və s. Amma onu valideyn hər dəfə qrip kimi qələmə verir də, belə başa düşür. Amma sadaladığınız... Bunlar da yüngül bir virus infeksiyalardır da. Biraz temperatur verir, verməyə də bilir. Burun axır, biraz öskürək olur, amma valideynə görə bu qripdir. Amma qrip bu deyil. Qrip həmin o influenza kimi bugünkü gündə təqdim olunan həmin o qrip virusu yüksək hərarət verməlidir. Onun da növləri var. A, B, C, yəni növləri var. Müddəti nə qədərdir bu qripin? Və yüksək hərarət müddəti, məsələn, sadə qrip viruslarda bu 3 gün, 2 gün çəkirsə, burada 5 gün, 7 gün çəkə bilir. Amma bir fakt var da burada, yəni virusdu deyib gözləyə də bilmirik. Çünki bu virus güclüdür deyə yüksək hərarət verməsi zaten onun güclü olmasından xəbər verir. Güclü virusdur deyə həmən immunitet zəiflədə bilir və immun sistem zəifləyəndə bakteriyalar aktivləşir qan bədəndə. Bakteriyalar aktivləşəndə də irinli otit ola bilir, yəni qulağından görürsən uşağın çirk gəlir, pnevmoniya ola bilir, bronxit ola bilir ondan qabaq. Və bu yüksək hərarətlə yanaşı bir ağırlaşmalar da olanda artıq uşaqda halsızlıq, baş ağrıları, iştahsızlıq olur. Virusun öz kəskin dövründə heç bir bakteriyalar ağırlaşma olmadığı halda da halsızlıq ola bilər, amma temperatur düşəndə o keçir. Və bu dövrdə yəni ilk gündən antibiotik vermək doğru deyil.
Ancaq bu hal bir çox yəni uşaqlar üzərində gördüm ki, artıq ikinci, üçüncü gündən hətta ehtiyac oldu verməyə. Çünki bakteriyalar aktivləşdi. Bunu da biz hardan bilirik? Əlamət olmasa belə qanda olan iltihabi göstəricilərə görə, yəni qan analizi verilir. Və orada iltihabi göstəricilər onlar yüksələrsə, deməli bədəndə bakteriyalar artıq aktivləşiblər və biz antibiotik verməliyik ki, digər ağırlaşmalar baş verməsin. Baş versə də sağalsın. Valideynlər sadəcə ən çox da qorxduqları şey pnevmoniyadır. Görürsən, uşağın pnevmoniyadır. Yəni, olsa belə sağalır da, yəni. Ancaq risk həmişə var bu qrip infeksiyasında da. Bu əsasən də risk qrupunda olanlara, immun zəif olan uşaqlardır, şəkərli diabet olan xəstələrdir, hər hansı xroniki xəstəliyi olan, məsələn, kistoz fibroz xəstəliyi olan, bronxial asması olan, bu kimi xroniki xəstəlikləri olanlarda əlbəttə ki, immunosupressiv dərmanlar alan, hansı ki, reumatoid artritdir, məsələn, immunosupressiv müalicə alır, eyni zamanda qrip oldu. Bunların, məsələn, qrip peyvəndi olması məsləhətdir ki, risk qrupuna daxildirlər, xəstələnəndə ağırlaşıb daha ciddi fəsadlarına rastlaşmasınlar deyə. Amma belə ümumi kütləvi götürəndə hər kəs peyvəndlənməli deyil və hər kəs də qorxmalı deyil. Xəstələnib sağalma, yəni xəstələndikləri kimi sağlada bilirlər, yəni narahat olmasınlar. Ayten xanım, elə peyvənd məsələsində istəyirəm açıqlama gətirəsiniz ki, bildirdiniz ki, hər kəs peyvəndlənməli deyil. Amma bu qriplərə qarşı peyvənd olunsa doğrudan, yəni bu virusu daha mı yüngül keçirərlər, ümumiyyətlə yoxsa tutmazlarmı? Hamı peyvəndlənməli deyil fikrim aiddir ancaq qrip peyvəndinə. İcbari olan peyvəndləmə var bizim peyvənd cədvəlimizdə, bu hamıya aiddir, uşaqlara yəni, 11 xəstəlikdən qoruyan. Söhbət qrip peyvəndindən gedir də, yəni hər tutan ağırlaşmayacaq o risk hamı üçün yoxdur. Ona görə də hamının olunması vacibdir. Həm də onun qoruyuculuğu 60-80%-dir, yəni çox da yüksək deyil. Ona görə də hamı qrip peyvəndi olunsun deyə bir fikir söyləmirəm. Ancaq yenə də təkrarım risk qrupunda olanlar. Məsələn, hamiləlikdən öncə ola bilərlər ki, əgər düşürsə mövsümə hamiləliyin ilk 3 ayı, 5 ayı, çünki orada risk olur da, məhz qrip infeksiyası fəsadlar verə bilir. Və risk qrupuna daxil olan uşaqlar, böyüklər, bunlar. Bir də ümumi peyvəndləmə isə, hansı ki, məsələn, orada qızılcadır, digər xəstəliklərdir, göz kürək və s. bunlar olunmalıdır. Çünki uşaqlar bu xəstəliklərlə mübarizədə zəif olurlar. Yəni, bunlar ciddi xəstəliklərdir həqiqətən də. Qripdən də çox-çox ciddi xəstəliklərdir. Amma bəzi uşaqlar var ki, məsələn, hər dəfə, fərqi yoxdur, qrip olsun, hər dəfə bir virus infeksiyası qapandı, onda uzun müddət döz kürək qalır, onda uzun müddət iştahsızlıq, astenik vəziyyət, yəni əvvəlki həyat fəaliyyətindən qayıtması çətinləşir, dərs adaptasiyası, dərsə qayıtması və əvvəlki aktivlikdə davam etməsi, ləngir bunlar, hətta ümumi fiziki inkişafına təsir edə bilir, tez-tez xəstələnmələrdə boy çəki inkişafına təsir edə bilir. Ona görə təkcə qrip deyil, ümumiyyətlə biz uşaqlarımızın tez-tez xəstələnməsini hər bir halda önləməliyik, çalışmalıyıq ki, tez-tez xəstələnməsinlər, yaxud da ki, xəstələndə ağırlaşmasınlar. Əslində, bizi narahat edən məqam tez-tez xəstələnəndə antibiotika müraciət olunmasıdır. Yəni, əgər biz hər dəfə xəstəlik zamanı antibiotika müraciət ediriksə, bəli, bu artıq sos siqnalıdır. Və mən deyərdim ki, bizim uşaqlarımızın immuniteti həqiqətən də zəifdir. Yəni, çoxdur xəstələnən, çoxdur. Bunun səbəb nədir, Ayten xanım? Bunun səbəbi çox başa gedir, əvvələ gedir. Bu uşaqların bünövrəsi qoyulan zamana gedir. Yəni, hamiləlikdən öncə, hamiləliyə hazırlaşan bir ananın qidalanmasından, sağlamlıq durumuna qədər gedib çıxır. Doğulandan sonra da ana südü verilməyibsə, biraz daha zəif olacaq, süni qida verilibsə ona. Və daha sonra get-gedə bunun abur-cubura müraciət etməsi, şirin şeylərə çox müraciət etməsi, çörəyi, peçenyeni bol yeməsi, makaron və s. bağçada bu cür bəslənmələr lazımlı qidalanmanın olmaması, yəni balanslı və rasional qidalanmanın olmaması gətirir əlbəttə ki, immun zəifliyə. Və bu niyə görə bəzi uşaqlar xəstələnmirlər də? Yəni sual oluna bir var axı xəstələnməyən uşaqlar. Xəstələnib də yaxşı keçirdən uşaqlar. Yəni xəstələndi, virusdur da, ağırlaşmadı, bitdi, qutar. Var belə uşaqlar. Ancaq kifayət qədər deyil, azdır. Çoxsu ağırlaşır. Məsələn, şəxsən mən tanıyanlar bilir ki, mən həm bir integrativ tip həkimi olaraq antibiotik yazmamağa çalışıram.
və belə bir necə deyirlər, şeydə ehtiyat etdiyim bir yerdə yoxdur ki, hə birdən ağırlaşar, valideyn mənim üstümə gələr, qoy bu başdan antibiotikini yazım. Yəni bu taktikada işləyən həkimlər də var, təəssüf olsun. Yəni müşahidə edirəm, onlardan gələn reseptlərdən görürəm ki, zamansız yazılan antibiotiklər çoxdur. Ancaq yenə də mən uşağın sağlamlığını düşünərək antibiotik təyin etmirəm, amma bu mövsümdə çox təyin etdim. Özümdə görürəm, hər dəfə əlimi saxlamaq istəsəm də alınmadı. Yəni uşaqların immuniteti buna imkan vermədi. Həm ola bilər, yəni əsasən burada yenə də deyirəm, qida faktoru var, mütləqdir. Bir də uşaqlarımızın günlük rejimi düzgün deyil. Başa düşürsünüz, yəni məktəb, ev, qapalı məkanlar, yəni gəzməyə belə qapalı məkanlara aparırlar. Açıq havada olanı azdır. Yəni soyuq olsun, isti olsun, bunlarla kontakt, təbiətdə olsun, yayını düzgün keçirmiş olsun. Yayı belə qapalı yerlərdə istirahət eləyənləri çox oldu. Bu əslində dırnaq arası istirahət gedir. Telefon arxasına, planşet arxasına keçirənlər çox oldu. Deyək ki, 10 gün dənizə getdilər. Bu kifayət deyil. Yay bütün günəş çıxandan artıq may ayından havalar isindi, sentyabr bitənə qədər biz təbiətdən maksimum istifadə etməliyik ki, qışa hazırlıqlı olar. Amma halbuki yayda o boyda günəşləndirir, uşaqlar gedir kölgədə dayanır, günəşlənmir və qışda D vitamini qəbuluna başlayırlar. Amma bu gecdir və mənası da yoxdur. Onu zamanında etmək lazım ki, qışda xəstələnməyək. Ayten xanım, vurğuladınız ki, qidalar burada önəmli faktordur. Bəs hazırda, yəni bağçalarda verilən qidalar sizcə yetərlidir uşaqlar üçün, düzgündürmü? Necə müşahidə edirsiniz? Əgər biz bağçaların qida rasionuna baxsaq, menüsuna deyər ki, hər şey aladır. Amma ola bilər ki, içəridə başqadır. Ümumiyyətlə, mən həmişə təklif eləmişəm, həmişə indi də deyirəm, bağçalarda makaron yığışdırılmalıdır. Makaron yığışdırılmalıdır bir mənalı. Bu yemək deyil. Bu suya doğranmış çörəkdir. Yəni versinlər də onda suyla çörək versinlər. Niyə makaron verirlər yemək adı ilə? Yəni bu bir boş qab makaron çoxlu gluten deməkdir. Və bu makaronun əmələ gəlməsinin ona bir şeylər qatılır, nə və əsasən də bu çörəkdir də, bildiyimiz buğdadır da, yəni çox miqdardadır sadəcə. Və uşaqlar da bugünkü gündə uşaqlar çeynəmək istəmirlər. Onların çeynəmə əzələləri zəifdir, çünki anaları da onları blenderə öyrəşdirib. Və onlar bu rahat yemək olan makaronu yeyəndə rahatlı heç bir əziyyət çəkmir, çeynəmir. Və bunlar bu rahatlığı görüb meyvə yeyən olmur. Bir şey dişləyib yemək istəmir. Bu köktür, kələmdir, meyvələr. Bunlar lazımdır mineral olaraq. Və deyir, ancaq mən evdə də gəlir makaron davası eləyir. Mənə makaron bişir. Anası mənə makaron bişir. Anası da evdə bişirdi. Bağçada da yeni bu bağçada hər gün verilməsə də belə. O bir dəfə də verilsə, 2 də verilsə onu gözləyir də. Haçanın makaron verirsə onu çox yeyir. Nə baş verir burada? Birincisi elə onun ağzında çeynəyə, ağızda o nişasta, yəni karbohidrat da tərkib başlayır sadə karbohidratlara çevrilməyə, çünki artıq onun həzmi ağızdan başlayır parçalamağa. Maltaza fermenti ilə və artıq o parçalanmağa gedəndə artıq ağızda o şirinliyi hiss eləyir. Belə o şirinliyi hiss eləyəndən sonra deyir, buna bağımlılıq yaranır, makaron bağımlılığı. Və hər dəfə onu daha çox yeyir, onu ən yaxşı yediyi olur və onu çox qəbul edir. Bir də bunun üzərinə bulka gəlir, peçeni gəlir, çörək gəlir, şirin çay, orada-burada yedikləri pizzalar və s. Bunların fonunda həmin o şəkər gedir bağırsaqda göbələyi bəsləyir, qidalandırır, onu böyüdür, çoxaldır. Və bağırsaqdakı göbələk artdıqca, çoxaldıqca nə baş verir? O zaman orada immunitet qıcıqlanır. Yəni lazımsız yerə qıcıqlanır və başlayır o göbələni mübarizə aparmağa. O göbələni mübarizə aparanda bir tərəfdən virus gələndə artıq immunitet yorulmuş olur. Bu belə mübaliğəli şəkildə deyil, elə həqiqətən də belədir. Və həmin o uşaq xəstəliyi ağır keçirdir. Ona görə də valideynlər sadəcə özləri bir test eləyə bilərlər. Uşağın dilinə baxsınlar. Dilində ağ hərf varsa bu göbələkdir və bu göbələkdən deməli bağırsaqda da var. Onu rasionla təmizləməlidirlər dediyim məhsulları ta o dildə təmizlənənə qədər. Ondan sonra bəli, uşaq normal, xəstəlikdə normal keçirə bilər. Və qida rasionunda dediyim kimi mütləq şəkildə minerallı məhsullar, vitaminli məhsullar bolluq təşkil etməlidir. Amma bu deməkdir ki, süni vitamin, mineral komplekslərinə müraciət etsələr həmin şey olacaq, yox həmin şey olmayacaq və heç bir mənası da olmayacaq.
Deməli, bir də valideynlərin etdiyi bir şey var. Uşaqlar biraz xəstələnən kimi məktəbə göndərmirlər, bağçaya göndərmirlər və yaxud da ümumiyyətlə deyirlər ki, mən ətrafımda da görmüşəm, uşağını bağçaya qoyub, yeni qoyub. Uşaq gedib orada bir dəfə xəstələnib, bağçadan çıxardır ki, mən artıq qoydum uşağımı bağçaya və o başladı orada xəstələnməyə. Bu doğrudurmu bu yanaşma? İmmunitet qazanmalıdır uşaqlar. Düzdür, hər xəstəliyə görə bağçadan uzaqlaşdırmaq, dərsdən saxlamaq düzgün deyil. Yəni bunlara hansılara aiddir? Hansı halda biz bağçadan saxlamalıyıq və yaxud məktəbdən saxlamalıyıq, hansı halda yox. Əgər uşağın temperaturu varsa, mütləq şəkildə saxlanmalıdır hər iki halda. Yəni məktəbdən də, bağçadan da. Əgər uşaqda ishal, qusma halı varsa, yenə saxlanmalıdır. Əgər uşaqda boğaz infeksiyası varsa, temperaturasız belə, yəni boğazda irinli angina varsa, yenə saxlanmalıdır. Uşaqda deyək, göy öskürənin ilkin etapıdır mərhələsində ilk 10 gündə saxlanmalıdır. Amma biz və digər infeksion xəstəliklərdə bildiyimiz su çiçəyidir, skarlatinadır və s. Yəni, bunlar da yoluxucu xəstəliklərdir, temperaturasız keçə bilər, amma yoluxucu xəstəliklərdə saxlayırıq bağçadan da, məktəbdən də. Amma uşağın burnu axdısa, temperatura yoxdur, burnu axır və öskürür, yüngül. Bu halda saxlanmağa ehtiyac yoxdur. Bu virus, bunu törədən virus, deyək ki, rinosinsial virus, bu başqa uşaqda keçsə də, onda da bir şey baş verəsi deyil, yəni problem deyil. Yəni, bunun elə kollektivdə yayılmasına belə deyək də icazə verə bilərik. Uşağın özü də bağçaya getsə, ağırlaşmayacaq. Yaxud məktəbə getsə. Amma bu birisi dediyim hallarda saxlayırıq. Amma təkrar ağırlaşırsa hər dəfə bağçaya gedib infeksiyalarla yoluxur, qrip, digər paraqrip virusla yoluxur və ağırlaşırsa, hər dəfəsi ona biz antibiotik etməyə məcbur qalırsa və uşağın inkişaf edən dövrünə bu təsadüf edir, uşaq inkişafdan qalırsa, bəli, artıq müəyyən bir müddətə kollektivə buraxmırıq. Bu ona uyğun deyil çünki. Aytən xanım, bağçalarda qidadan danışdıq. Mən istəyərdim ki, belə də fikirlərinizi bölüşəsiniz ki, bağça və məktəblər uşaqların sağlamlığını qorumaq üçün, onlar arasında bu cür virusların yayılmaması üçün üzərlərinə düşən məsuliyyəti yerinə yetirirlərmi? Bir pediatr Xeyr, yetirilmir. Artıq bir 2016-cı il olardı, mən mikrofon götürdüm və bir kameramanla getdik bir məktəb kənarında, məktəbə gedib gələn uşaqlardan sual soruşurdum ki, məktəbə nə yeyib gəlirsən, məktəbdə nə yeyəcəksən, evə gedib nə yeyəcəksən və o YouTube-da da durur o video, yəni çox qəti qənaət bəxş olmadı cavablar və o gün bugün heç nə də dəyişməyib, yəni eyni hallar davam edir. Məktəb bufetləri, bəzi hamısından xəbərim yoxdur, əlbəttə biz onların hamısından mənim necə xəbərim ola bilər. Amma ümumi eşitdiyim budur ki, bufetlərdə müəyyən şeylər ala bilirlər. Yəni, paket məhsulları ala bilirlər bufetdə, məktəbin içində. Yəni, paket məhsulu uşağın orqanizminə girməməli olduğu kimi məktəbin içinə girməməlidir. Yəni, bu qəti surətdə olmalıdır. Hətta məktəbdən o qədər aralıda olmalıdır ki, uşağın ora tək gedib alma şansı olmasın. Yəni, artıq valideynin evə gedərkən alacaqsa, o məsuliyyət qalır valideyn üzərində. Məktəbdən müəyyən bir məsafədə olmalıdır, yəni o satılan. Bu, əlbəttə, təəssüf ki, buna əməl olunmur, mən düşünmürəm ki, buna əməl də oluna bilər, amma, yəni, market məsələlərinə, mağaza məsələlərinə, amma məktəbin içinə girməməlidir. Və bəzi nüanslar da var ki, bilməməzlikdən olur. Yəni, bu məlumatı bilmir bu adam, o necə ona əməl eləsin? Məsələn, deyək ki, məktəbdir, özəl əsasən məktəblərdə bu belədir də, hardakı nahar fasiləsi olur, nahar yeməyi verilir onlara. Orada broiler toyuqlarından istifadə olunur. Qəti yol verilməzdir. Broiler toyuğundan inkişaf edən uşaqların rasionunda istifadə etmək və gündəlik qətiyyən yol verilməz. Çünki onlar hormonla yetişdirilmiş məhsullardır və onların bədəndə olan o maddələr bizim bədənimizdə əslində olan maddələrə bənzəyir və onların yerini tutub onun işini görməyə çalışır. Ona görə də başlayır mübadilə pozulmaları. Maddələr mübadiləsinin pozulması orqanizmdə. Bu da böyüyən orqanizmdir uşaq. Onda dərhal biz görürük artıq orada əlamətləri. Məsələn, bu da yol verməzlər. İncələsək o qədər negativlər çıxar ki, yəni mən hələ ümumi üzdən eşitdiklərimi deyirəm. Bağçalarda da eyni durum. Bağçalarda da yenə dediyim kimi vafli verirlər uşaqlara, şirin çay verirlər,
südlü kakao verirlər. Bunlar olmaz uşaqlara. Daha sonra uşaqlara həm cem, çörək verirlər, həm də şirin çay verirlər. Gör nə qədər karbohidratla uşağı şəkərlə yüklür. Həm cem, həm çörək, həm şirin çay yəni. Ondan sonra uşaqlara dediyim kimi makaron tez-tez təklif edirlər. Bir də bunun yanında bulgur da verir, bulgur da buğda, gluten. Amma onlar onu bilmirlər də. Amma bilsələr belə bir hal olmuşdu. Mən seminarlara da gedirdim bağçalara. Orada işte verirdim seminar. Orada deyirdim ki, məsələn bişirimin də deyirdi, valideyn deyir ki, bir müddət eləmədilər, bişirmədilər. Dedi ki, sonra valideynə etiraz ediblər. Mənim deyir uşağım makaronla başqa heç nə yemir, onda görə ac qalsın. Bu da düzgün yanaşma deyil. Ona görə indi bilmirəm də hardan başlanıb gedilməlidir, davam edilməlidir. Amma həmişə bu davam olunmalıdır. Axır ki dəyişiklik olacaq. Həqiqətən də bugünkü uşaqlarımızın nə fiziki inkişafı, nə də immuniteti əslində qənaətbəxş deyil, zəifdirlər. Əzəli gücü zəifdir. İndi beyin gücünü deyə bilmərəm, o təhsil göstəricilərini, o barədə mənim heç bir məlumatım yoxdur da. Bütün hallarda sağlamlıq ona da təsir edir. Bəli, ancaq onu da belə deyə bilərik də. Onu da belə deyə bilərik ki, aşağı bal toplayanları çox görürük. Və onların qəbulunu çox görürük. Bu o deməkdir ki, yüksək bal azdır ki, yəni ehtiyac doldurulmur, boş yerlər çox qalır və məcburdular ki, aşağı bal olanları da götürsünlər. Bu cür buradan bir nəticə çıxara bilərik. Bəli, bu da əslində yod defisitidir və abur-cuburların tərkibindəki mineralların gəlib, lazımsız maddələrin gəlib lazım olan mineralların yerini tutmasıdır ki, beynin fəaliyyəti yavaş-yavaş çöküşə doğru gedir, yəni kognitiv funksiyaları. Əlbəttə ki, bunların öz rolu var. Aytən xanım, vurguladınız ki, bugün uşaqların bir çox qismi zəifdirlər, immunitetləri zəifdir. Bəs bunlar böyüyəndə necə olacaqlar? Baxın, bunun nəticəsi nə olacaq? Bunun nəticəsi əlbəttə ki, yaxşı olmayacaq. Bunun nəticəsi autoimmun xəstəliklər, xroniki xəstəliklər, daimi dərman axtarışı və yanlış yollar. Yanlış yollarda nədir? Məsələn, deyək ki, bir gənc böyüdü, görür ki, o zəifdir. Əzələ sistemi zəifdir, özünə güzgüdə baxır, özünü bəyənmir və gedir idman zalına. İstəyir ki, əzələli olsun, güclü olsun və bəzi youtuberlərdən, Instagram, sosial şəbəkədə paylaşılanlardan deyir ki, orada deyilənləri eləyir. Sağlam qidalanmaya keçib sanki bu qidaları yeyir və s. Amma özünü tanımır, öz bədəni tanımır, onu çox yüklüyür. Oksigensiz şəraitdə, nəfəs praktikalar, təcrübələri olmadan, nəfəs hərəkətlərini düzgün etmədən yüklüyürlər bədənlərini və ürək buna tab gətirmir, erkən ölümlər görürük. Və ona görə də onların maarifləndirilməsi lazımdır. Yəni, ölüm gəncləşinin səbəbi bu cür, yəni idman zallarında və s. Yəni, düzgün olmayan idman, nəfəs hərəkətlərsiz, oksigen az və bunun birdən-birə həyata daxil edilməsi, ümumiyyətlə də bədənin zorlanması da, orqanizm, ürək qan damar sistemi zora düşür, gücə düşür sanki. Amma buna qədər o tamam ayrı bir rejimdə idi. Ona görə də biz uşaqları əvvəldən fiziki aktivliklərə cəlb etməliyik. Amma günlük aktivliklər də olmalıdır, günlük, yəni dərs arası və s. Yəni nə cürsə bunlar hər səhər bir gimnastikaya dəvət olunmalıdırlar onlar, ya səhər bir nəfəs çalışmalarımı edilməlidir uşaqlarla. Onlar heç yol belə yerimir ki, nəfəslərindən alsınlar. Çünki maşından evdən götürüb məktəbin düz qabağında qoyurlar və o da bütün yolda bəlkə də telefona baxırsa nəfəsini qısıtlayır, tutub saxlayır. Qısa limitli nəfəslərlə oksigensiz bədən, oksigensiz beyin nəyə hazır ola bilər? Bu nə idmana, nə beyin yükünü qaldırmağa hazır olmaz və burada immunitet də hər bir şey çöküşə doğru gedər. Gələcəyin əlbəttə bu insanlar dediyim ki, həmişə mən müsahibələrimdə deyirəm ki, yəni gələcəyin xroniki xəstələridir. Bu da əslində tibbin yüklənməsidir, səhiyyənin yüklənməsidir. Səhiyyəmiz əgər indidən gələcəkdə olan yüklənməni azaltmaq istəyirsə, bugün uşaqlarımızın sağlamlığına ciddi şəkildə diqqət ayrılmalıdır. Mən istəyərdim ki, son olaraq ümumiyyətlə valideynlərə bir çağırış eləyəsiniz ki, övladlarını necə yetişdirsinlər və bağça və məktəblər uşaqlara necə davransınlar, məsuliyyətlərini necə üzərlərinə götürsünlər? Valideynlərə çağırışım budur ki, sözə qulaq assınlar da, qulaq asmırlar sözə. Deyirik, amma qulaq asmırlar axı. Əməl eləmirlər və ancaq məktəb və bağçanın məsuliyyəti
daha da böyük olur. O valideynlər də görsə ki, məktəb, bağça bu işdə, bu dərəcədə məsuliyyətlidir, onlar da ayılarlar. Çünki onlar bir fərddir. Biz hər fərdlə mübarizə apara bilmərik. Yəni, hər an bir düşüncə tərzi var. Amma o fərdlər hamısı bir yerdə qanun qoyulmuş, qayda qoyulmuş bir şeyə, necə deyərlər, tabi ola bilərlər və yaxud da ki, onu deyə bilərlər ki, hə, əgər bağça, məktəb, dövlət səviyyəsi, bunlar hamısı bu cür bizim qayğımıza qalırlarsa bizim uşağımızın, biz niyə uşağımızın qayğısına qalmayaq da? Yəni, o deyəndə ki, əşi, uşaq gedib məktəbdə nə yeyəcək ki? Mən ona evdən bunu qoysam da deyir, o yemir, onu üstümə gətirir. Gedir məktəbdə oradakını alır və yaxud da ki, ona pul verilmirsə də belə uşağa, gedir orada hansı uşağı alıb ondan yeyir. Yəni, qarşılıqlı olmalıdır da. Məktəblərdə sağlam qida dərsləri keçirilməlidir. Bir dənə, deyəsən, ildə bir dəfə dekabr ayında sağlam qidalanma ayı kimi nəsə qeyd olunur. Çünki əvvəllər tədbirlərə dəvət edirdilər məni. Oradan yadımda qalıb. Mesela belə bir şey var. Dərs birinci sinifdən tutmuş, bağçadan lap tutmuş, yuxarı siniflərə qədər həmişə sağlam qidalanma təkrarlanmalıdır. Amma uşaqlar məsələn böyüdükcə artıq enerji içkilərə müraciət edirlər. Mən nə qədər görürəm, məktəb ətrafında yeniyetmələr enerji içkisi içir. Dəhşətli bir şeydir. Dəhşətli bir şeydir. Yəni, mənim onun birisinə, ikisinə yaxınlaşıb bunu izah etməm heç bir mənası yoxdur. Heç bir. Yəni, bu enerji içkiləri yüksək dozada orada olan o kafein get-gedə hansı fəsadlara gətirib çıxaracaq. Əlbəttə ki, bunu zaman da göstərəcək, amma biz də elə öncədən təxmin edirik nəyə gətirib çıxaracaq. Amma onlar bunun fərqində deyirlər. Təşəkkür edirəm Aytən xanım. Çox sağ olun ki, gəldiniz, maarifləndirdiniz həm bizi, həm tamaşaçılarımızı. Təşəkkür edirəm mən də. Çox sağ olun. Əziz Təhsil TV izləyiciləri, bizdən bugünlük bu qədər. Müğayət olun.